Allah dövlətimizi qorusun. Allah dövlətimizin rəhbərini qorusun. Allah xalqımızı qorusun. Bizə belə yaman günlər göstərməsin. Amma bizim xalqımız möhkəm xalqdır, mübariz xalqdır. Bu da onun növbəti bir qəhrəmanlıq səhifəsidir. Mən həm kədərliyəm, həm qürurluyam. Kədərim sonsuzdur. Çünki əzizlərimi dolmaları etmişəm və oradakı dolmalarımı da zülm altında saxlayıblar, hələ bəziləri həbsdədir, amma dövlətimizin də şəfqətli, qüdrətli əli onların üstündədir. Mən bundan əminəm. Cənazələrimiz özümüzə təhvil verildi. Artıq vətən ərazisindədir, vətən torpağındadır. İnşallah onların nəşi sabah Ağcabədi rayonunda öz ata-analarının məzarına yaxın yerdə mübarək vətən torpağına tapşırılacaq. Bu şərait yaradılıb, mənim yarama su səpilib, mən böyük bir mənəvi dəstək görmüşəm, böyük bir maddi dəstək o baxımdan görmüşəm ki, bütün bu işlər dövlətimizin rəhbərinin uca diqqəti, qayğısı sayəsində dövlətimizin uyğun strukturları tərəfindən yüksək səviyyədə həyata keçirilir. Cənazələrimi dediyim kimi təhvil aldım. Qardaşlarım, o əzabkeş insanlar, o heysiyyəti, ləyaqəti uğrunda canlı qurban vermiş, Rusiyanın o amansız rejiminin qanlı pəncələrində canlı tapşımız həyatını itirmiş mənim qardaşlarım və Azərbaycanın iki ləyaqətli övladı artıq cənazə kimi vətənə qovuşublar. Həyatın bu günü də var. Hər addımda biz qurbanlar tarix boyu vermişik və təəssüf ki, bu qurbanların böyük bir qismini məhz Rusiya zülmünə vermişik. Mən ürəkdən inanıram, ümidvaram ki, bu artıq o qurbanların silsiləsinin son həlqəsi olacaq. Çünki bizim dövlətimizin gücü, qüdrəti, qətiyyəti, bizim dövlətimizin möhtərəm başçısının müdrik siyasəti mənə böyük ümid verir və mən xalqın bir övladı olaraq bütün xalqda bu inanma olduğunu görürəm. Dünyanın bütün ölkələrində, əksər yerlərdə bizim soydaşlarımız bu dəstəyi mənə hiss etdirirlər və Azərbaycan dövlətinin indiki vaxtda nə qədər qüdrətli və hər bir vətəndaşının qədrini, qiymətini bilən, onlara sahib çıxan, hətta hardasa zülmə uğrayıb, işgəncə görüb dünyasını dəyişsə belə cənazə halında alınıb vətənə gətirilir, mübarək vətən torpağına tapşırılmasını təşkil edə bilir. Bu bizə böyük bir mənəvi güc verir, sarsılmaz bir daxili davamlılıq verir, bir iradə verir. Mən dövlətimizə, dövlətimizin başçısına ürəkdən minnətdaram. Dərin kədər içində olsam da yenə də deyirəm, xalqımıza əslində başsağlığı verirəm. Bu çünki bizim xalqımıza verilmiş bir gözdağıdır, bizim insanlarımıza divan tutmaq cəhdidir. Təəssüf ki, onun bir qisminə